Susamısan? Bizon Ice Coffee ilə susuzluğu alt üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. Tam Store'da meyve ve terevez maya değerine. Tam Store'a gel, gündelik yenilenen tam teze ve bol çeşitli meyve ve terevezi uygun kıymete al. Fürseti kaçırmayın. Tam Store, meyve ve terevez bizim işimiz. Patron'un, Bizon'un, Bizim Ev Mebel Şəhərinin və Tam Store'un baş sponsorluğuyla İki Qapı Arasında serialı başladı. Deyirəm Mişur, neçə vaxtdır deyirik, görürük, keyfimiz çöktü, xoşbəxtçiliyimiz de demişdim ki, hələ külasını yığıvarırsan. Nə oldu, hər şey ustası? Harı deyəsən, gözdə hər şey mən danışım, bəlkə qaldın bala başıqa dörüm, startda deyil bu qız. Nə olub, özümə niyə əl qatırsan? Heç yeri gedib eləmirəm. Qazağa gedirik, bir yerdə özdə. Qazağa? Dur gedək, qazağa bir salam deyək. Hey, nə gedirik qazağa, kimə salam demək gedirik? Sevginin anasına. Sevginin anasına salam vermək, başa düşməm, aydın nə? Sevgi anasına ad gündə bizi də qonaq çağırıb. Xəbərin yoxdur? Xəbərim var, biraz qarışdırdım, mən başa düşməm. İndi mən Sevgi ilə gedəcəm, yoxsa sənlə gedəcəm? Nə dedin sən? Deyirəm, sənlə gedəcəm. Hə? Yo, məndən əvvəl nə deyirdin? Dedim ki, xəbərim var, qarışdırdım. Yo, sən çox qarışdırdın. Qarışdırmamışdan əvvəl kimlə gedirdin? Nə eşitmək istəsən, Sevgi ilə dedim gedim, yoxsa səndən gedim, mən belə bir şey dedim, ha. Kimlə gedirsən? Hə? Sevgi ilə. Sənin halalca arvadın dura-dura Qazaqdan nə itin azıb Sevgi ilə? Yox, tamaz mı? Ha, yox, sən agresif. Deyirəm, Sevgi ilə gedim, yoxsa sən, çünki onun ərimə dedi ki, qaynamın adı gündə elə əlavə əziyyət çəkməyə elə bizim maşınla getdən, Gillə. Mən də ona görə, amma mən də ona hə deməmişim, çünki onun qaynasının danışığı yoxdur, biraz söysün arvadı, bəlkə getməyək. Sən hardan bilirsən? Telefonla danışanda da. Telefonla da danışmışsınız. Bəli. Hə, nə danışırsınız? Bəli dedinəndə? Dedim, nətərsən, ay qardaş, nə inirsən saat, belə sevgililərlə belə danışırdım, gördüm, fonda bir kadın nəsə, bir ədəb sözlər deyim. Dedim, o kim dedi, qaynanam da, elə söyüşlər söyür. Heç domino oynayanda, uduzanda tərəf müqabilin adamı ilə söyüşür. Belə çox baytaq adam, deyirəm, bəlkə getməyək. Mənim nəyimə lazımdır, söyür özü bilər. Ayıblı dayı qıza söz vermişəm. Nə olsun ki, kira keçdi. Gedəcək vəssalam. Və kirakeşin əri nə deyir? Kirakeşimizin əri kimdir ki, nəsə desin? Duyğu deyir, mən nə deyirəmsə də ərim də ondan razıdır. Duyğu laf elə deyir. Və nə deyir ki, mənim əl buyruğumdur, onandır, nədir? Ərin elə deyir. Və nə deyir, o vaxtdan kişi olub ki. O hərətər pis oldu ba. Bildiğin Duyğu gedir, gəl əri haqqında belə sözlər deyir. Başqa nələr deyir, sağa desəm kişiliyin dözməz ha, yəni o dərəcədə. Hayır, yox, nəysə, mən onunla danışaram, söhbət eləyərəm. Onun ərinlə də deyərəm ki, yığışdır ha. Ay Sadiq, cəmaatın ailə işinə qarışmadan sən canım, qoy oturduğumuz yerdə oturaq. Özü də bizə nə lazımdır? Anamın ad günü qonaqlı qaralı şən keçsin də nə bu? Ay başına dönüm, bu ananın ad günü hardan çıxdı? 50 yaş deyil, 60 yaş deyil, deyəm ki, yubileydi gedirik. Ay başına dönüm, 57 yaş deyil, buradan oraya o butik olmayacaq da, çay qadan qalır. 57 yaş deyil mi? Nə demək istəyirsən bu? Etiraz et istəmirəm mən. Bu bircə də anam var indi, gör nə demək istəyir bu. Öz anam deyir ki, Sadiq gələndə onu başda otuzduracam. Hədiyyə zat da deyir almasın, onun hədiyyəsi zat lazımdır, təpəsinə dəysin. Laf belə də, yapacaq, 3 milyon olar, laf pərdan açıq arvadlarına. Mənə bax, deyir ki, bizə gələndə o 10 min borçluydunuz, ha 10 mini gətirsin. O 10 min? Hə, 10 min. O vəfa götürdü, pulu hələ qaytarmıyor. Nə bilim, valla deyir, mən vəfa tanımıram ki, Sadiq tanıyıram. Mən də deyirəm, bu niyə mənə başda otuzdurmaq istəyir, da deyirəm, pula görə eləyir. Nətər vəfa ki, o pulu qaytarmıyor. Vəfa! Fikir verdin daha vəfa. Görürsən də elə bir ailə tərbiyəsi görməyib. Gör ki orada gölməçə var. Nə tərs sürdüsə suyu sıçratdı üstümüzə. Bütün əsəblərimi yedin. Çıx bunun üstündə danış. Qoy qovum qonşu da eşitsə. Bəs dur. Mən də sənin yanındaydım da. Mənim də üstüm başım batdı da.
Vaxtında dedim, özünə əlavə bir şalvar al. Dedim ki, bir şalvar olar. Ala, bu da bir şalvar. O şalvar məsələsi düzələn şeydir. Yuyacaqsan gedəcək. Məni bu cavanların taleyi narahat edir. Bunlar düzələn deyirlər. Düzələn deyil, Yavrulara soldu meylim, aleyli leyli, aleyli, aleyli leyli, aleyli leyli, 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 leyli. Tatış. Ne oldu? Arada sen niye Mısır fironları kimi giyinirsən? Bunu. Aya! O nə tər maşın sürməkdə? Su sıçratdın üstümüzə. Mən? Yox, belə mən. Bax, belə mən. Harada? Atan cəhənnəmə. Mən. Sən vəfadarı 9 ay bax bu qarnımda səni bəslədim. Ananı da mı tanımadım? Sənin kimi evlada. Mən nə bilim sizsiz ay mama, mən elə bildim yoldan keçən adi 2 dənə yaşlı adamdı elə şappıltı ilə vurdum keçdim. Hələ keçən dəfə bu qonşu Mahmud dayıcının üstünü nətər palçıq eləmişəm. Ər-arvad var belə qalmışlar palçıq içində. Düşdüm üzr xaqlı elədim. Mən nə bilim sizsiz. Bilsəm eləmərəm ha. Halal olsun sənə. Halal olsun. Bütün kəndin qarğışın yığdın üstümüzə. Amma nətər sürürəm mama belə. Başın qurban. Qazi, bu nədir? Sən niyə Mısır fironların hərəmxanasındakı masajist qadınlara oxşusan? Buna nə oldu? Oğul, sənin başın xarabdır, səhər maşını niyə suya sürdün? Sənin başın çatmır, ay bala. Bu kəndi qırmasa düzələn deyil. Vay, elə demə Sadiq. Başın qurban, nə olubsa belə bir təri belə bir cürəsən. Heç nə olmaz. Sən nəsə... Gəlin sər söhbət edirsən. Nə olub ki? Gəlin sər deyirəm. Nəsə eləmirsən? Gəl ha. Nə olub ay Sadiq? Gəlirəm də, gəlirəm. Pilləkəndə biraz əyimi çox qaldırmayıb, bir yavuşçulasan sən. Kesin adam, öz evinizdir. Nə tərs deyirsiniz? Yaxşı, qısa, konkret deyirəm. Keçən il mənə dedin ki, pul lazımdır, bəs sevginin anasından bir 10.000 pul götürə bilərsin. Mən də getdim, zamin durdum, 10.000'i götürdüm, sizə verdim. O pul nə oldu, bacı? İndi pul qalar mı? İndi 10.000 qalar mı? 7 üstündən nə içdik? Su içdik. Sadiq, bizim sənə verəcək pulumuz yoxdur. Sizdən pul almağa gəlməmişəm. Deyirəm, o borcu ayda 1000 qaytarmalıydınız. Bacı, sən doğmamsan, düzün deyin. O borcu qaytarmışsınız ya yox? Doğma dədə bir doğma. Dədə bir doğma. Amma ananla anamı səhv salır. Anamızın arasında bir dənə də qadın olub. Nəslindəyəm, dədəmin qızıyam. Bir də ki, biz çox dürüst nəslik. Nəyimiz olmasa da, Sadiq, pulumuz həmişə olub. Bizim heç kimə borcumuz yoxdur dindən, ha? Qaytarmışıq. Biz borclu qalan deyilik, heç kimə də borcumuz yoxdur. Ay mama, bu Wi-Fi borcunuz ödəyin tabii. 30 manatdır bu. Kəsildi bay yanına. Ay, min nədir? Onu birdən qaytardıq. Bu yadıma gəlir, mən işdən gələndə paçkanı çıxartdım, attım stola ki, bunu ver. Wi-Fi deyirəm. Ay, bir dayan, Wi-Fi var, dilənir. Sənə ant verirəm, bacı, and işi. Borcu qaytarmışım, söhbət bağlayıram. And içim. Niyə içmirəm ki? Bax, yaxın gəl. Bax, and içirəm. Bir jəcik qardaşım Sadiqin ölmüşü üçün mən pulu vermişəm. Bax. Dişimdən, arxa Qoyuram bura. Daha sən bu qədər and işdən, şilla vurdun, dişimi saldın, alqışlayıram, bravo, belissimo. Mən belə 200'lü ailə, sizin kimi əli əyri ailə görməmişəm. Başqa, harada qatar mısınız? Üzümü səni. Qaynam deyir ki, ad günümdə, duyğum da, sevgin də dəvət edib, ikisini də əri. İkisini də əri mənəm, mən getsəm, ilişənsəm, ya da pulu yollayıram, mən getmirəm, qutar. Hər şeyin üstadısın, bilirsiniz mən başmana. Ver, hər şeyin üstü açılır, sənin hər 2 ailən dağılır. Sağ ola, mən də 2 ailəm dağılsa bir sədən nə olacaq? Sən maşının gedəcək, mamanın papagın evi gedəcək. Bacımın ölmüşü dağıdaram hər şey. Mənim ölmüşüm. Beni tapır.
Hara qoydun nə dişimi? Orada, orada. Sağlam dişmiş ya, bu nə tər saldı bu? Sus! Şey fikirləş. Ay Fazil dayı! Ay be Yapıştırma karmanına. Gözü. Ay bir çıxart dana sən də bu dumbulu. Ay mama düşüb. Düşüb, təzgü düşüb gətir. Ay yox, hep kaşlokun düşüb həmişə sağ dibində olurdu, yoxdur. Belə dur, nə kaşlok qardaşım ölür, bir dillərində nə oldu? Ay Vəfa bacı, biz satanda o ki gec idi. İş işdən keçmişdim. Deməli nə olub? Bu üç başda əcdaha yoxdur. Yenə dadanmışdı axı. Gəlib bu kəndin çayının qabağını kəsib, kəndə suyu buraxmır. Bunu eşidən Sadiq eləmə tənbəllik, hücum çəkilən bu əjdahıya. Deməli, qınından qılıncı çək, başının birin kəsib, ikisin kəsib, üçüncünü ki kəsəndə ha. Kimin? O əjdahın başını da, dedim axı bayaq təkrar atmayın mənə. O baş düşsün, bunun başının üstünə. Deyirəm, baş getdi, bədən qaldı yiyəsiz. Sən buna qulaq asmış, sən mənə qulaq as. Deməli, Koroğlu kəndinin qabağından keçirmiş, bir də görüb atı axsıyır. Uzaqdan Sadiq bunu görür, deyir, kişini bal saxlayar, atı nal saxlayar. Ver atı nallayım. O da atı nallayanda at bunu nallayır. Nə yalan danışırsın sənin xeylağına. Vəfa bacı, deməli Əlbil olub bir ay bir şiirlə. Ovladılar dovşanı tədbir ilə. Sadiq uzaqdan gördü bu haləti, bildi ki, yox heç birinin taqəti. Yox, dişlədilər, çeynədilər, ditdilər, bir-birini alqana qərq etdilər. Sonradakı göylərdən yağış su ələdi. Dinmə. Vəfa bunları bir-bir çilədi. Ay Vəfa, bilirsən nə tər olub, nə işin var bizdə? Burada ədəbiyyat dərsi keçməyin, nə şeir oxuyursunuz? Ay bir adam balası kimi deyil görüm, bunu kim vurub bunları eləyir? Yaxşı da daha əsəbləşməyin da, başınıza dönərəm. Üzün qaşı düşmüş ki, Sadiqdir da, heç nə. Gedirdik, gördük ki, halı pisləkib, dəli mal kimi fırlanır kəndin içində. Tutduq, gətirdik, yaxdıq qapısına da. Pis eləməmişik ki. Mənə indi çatdı. Şükür. 100% yaddaşı itib dayı. Ay, Sadiqi tapa bilmirdi. Siz onun yaddaşını da tapardı. Yaxşı oldu. Bir olub bir ay bir şey ilə. Yox, ədəbiyyat dərsi açıb mənim üçün. Dur başım, dur, bax, dur. Yavaş. Dur. Biz onun işdim yadıma düşdü. Uğur mənim 100 manatımı nə vaxt qaytar? Nə 100 manat? Ay yadımda deyil, İsmailliyə gedirdi. Yolda saxladım, özümə bir dənə göy bizon aldım. Sənin bir dənə qırmızı bizon aldım. Bir 100lük də verdim. Yalan deyirsən. Nətər yalan deyirəm. Qaydanda da özümə bir dənə qırmızı bizon aldım. Sənə göy bizon aldım. Soruşdum ki, 100lüyü nə vaxt qaytaracaqsan? Ay qardaşım, yalan deyirsən də. Ora gedəndə mənə göy bizon aldın, özünə qırmızı bizon aldın. Qaydanda isə əksinə. Fərqi nədir ki? Fərqi bunun dadındadır. Hərəsinin öz ləzzəti var. Əşi, bildim, 100lüyü nətər eləyək? Bura bax, nətər oldu mən səndən 100lüyü aldım? Nə var, nə yox? Sadiq necəsən? Aprel 3-ü ad günümdür. Qalmışıq məclis eləyir. Neçə kilo ət alaq ki, bizi məclisi görsün? Mən deyirəm 15 kilo, bu deyir 20, bu da deyir 50 kilo ət olsaq bəs eləyər. Çox gözəl gündə dünyaya gəlmişsən. Tam da ucuz günlərdir. Aprelin 1-dən 7-sinə kimi Tam Store'da ət və ət məhsullarına super ağla sığılmaz endirimlər olacaq. Meyvə tərəvəzdə həmişə kimi maya dəyərinə. Super. Siz bir dəfə deyim, neçə nəfərlik məclis eləyirsiniz? Deməli 1, 2, 3 nəfər. 3 nəfər. Nə az nə çox. 10, 15, 50 kilo. Yox, belə o düz olmayacaq. Siz bir dəfəli bir dənə geniş bir şadlıq sənəyi danışın. 2 dənə də dana kəsin. 2 dənə dana məncə bəs eləməz. 2 dana bir dəvə. Dəvən də qalın qutabıza dəvən. Qoyun dəyəcəkdim, qoyuna ehtiyacınız yox. Qoyun lazım öyle, nə dedim? Ay sevgi, dedin kotlet pişirəm. Nə oldu acından öldüm axı mən? Narahat olma həyatım, hazır olsun gətirirəm. Mən bilirəm ki, özdə işdə sənin yediyin yeməkləri necə gəldi bişirirlər. Amma mən bu kotletləri, bu yeməkləri bu patron günə baxan yağları ilə bişirirəm. Patron günə baxan yağları 100% orqanik, soyuq sıxımla əldə olunub özdə. Halal olsun. Ağız dadını bilirsən də. Bəli. Özdə mən bu patron günə baxan yağları ilə bişirdiyim yeməklərə həm də sevgimi qatıram. Ona görə Qaragildə yemirəm bizdə. Yemək pişir gətir. Baş üstə.
Halal olsun. Nuş olsun həyatım. Ay Sadiq. Hadi. Deyirəm sənin oğlun ingilis dilində yaxşı danışır. Onu harda oxutdurursan? Star College'də. O nədir elə? Beynəlxalq imtahanlara və dünyanın aparıcı universitetlərinə hazırlıq üzrə ixtisaslaşmış tədris mərkəzidir. IELTS, SAT, TOEFL, Duolingo və başqa beynəlxalq imtahanlara peşkar müəllimlər tərəfindən hazırlaşsan. Əladır ki, hər yaş üçün var. Əlbəttə, bax deyirəm, bax 2 diplomum var da. Apar vəfadar da qoy oxusun, öyrənsin, onun da diplom olsun da. Açığı oğlum üçün yox, özüm üçün istəyirəm. İstəyirəm 3-cü diplomum da beynəlxalq olsun. Düz elirsən. Star College gələcəyini dünyanın ən yaxşı universitetlərində qurmaq üçün əla seçimdir. Patronun, Pizonun və Tamstore'un baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder. Ay başım da aldı. Sadiq, bacın qurban. Bir özünə gəl, aç gözünü, bir ətrafa bax, bir bana bax, bacına bax. Bura haradır? Bura evimiz. Nə yazıram burada? Ana, canım anam mənim. Ölüm verim, ölüm ver ha. Bu beni ana deyir, bacına, bacın, ay be. Ay vəfa, yaddaşı qayıtsın 10.000 istəyəcək özüm. Bacımsan? Yox, elə ananı. Yunadı qurban, toyuna. Gəlləri gəzin, toyuna. Bu kimdir be? Ağ elədin, deyir bu kim lan? Mən sənin böyük qardaşın. Dur gör, dur. Tabii qardaşım var ha. Böyük qardaş dur, kiçik qardaş oturmaz burada. Bu kimdir? Bu için. Bax gör kiməm. Kimdə bu? Bu mənim oğlumdur. Oğlum! Qalxdı. Sizlər ayara bu uşağı çimizdirin, bu nə itleş idiniz ya. Ay bala çimdə, sən niyə bu vaxt oyaq? Necə dərslərini oxumursan? Ay bala, sənin taytuşun böyüyəndə 2 dənə diplom olur. Ha belə Gözdə dur ayağında qaldı. Bu uşağı istəyəcəm, gözüm çıxdı, salacam, zəhləm gedir. Soydum da mən evlatdan. Bağışla qardaşım. Evi. Ay vəfa, bu məni oğlu bildirsə mənim günüm elə künclərdə keçəcək. Gör nə edirsən ya? Araşım. Belə qal, ha? Gedək yatmağa. Gedək. Həmsi bir dənə şapalaq vur. Gedək. Zəhləm gedir bu işə. Dur, öldürəcəm ayağını onu mən. Öldürəcəm o uşağı. Sadiq, anan qurban. Dağılır ev eşit dağılır. Oğlum qadan papa yatanmır biraz yavaş qorurlar. Fazil oğlum atanın balası. Fazil qadan al, basan mənə hər şey vadırırsa. Fazil qadan al. Saat devre. Ay, oğlum yıxıldı, anan qurban. Bu anan ölsün. Çox mu əzildin? Batı, mən sizin evdə nə gəzirəm bu vaxtı? Yaddaşı qayıtdı 10.000 hazırla. Hazır nə deyirsən dodağın altında? Ha? Oh my God, bu. Mama, nə qədər istədim yumruqla vurum, dayandı deyə ürəyim gəlmədi. Dedim qoy, güldanla qoy. Yaxşı elədin hə, ya 10.000 ya da güldan. Oğlum zəhləm gedir də. Tüpürüm sən kimi evladınızdan. Gözüm ağrıydı. Bunu soymuşam səni. Mama, olar mən də sizinlə yatım. Ya, ağ eləmə də, bu evdə hərənin öz yeri var. Sən sus. Sağ olar, olmaz. Ay mama, mən istəyirəm səninlə yatam. Göl onun qurban, göl anan Yatım da ölü evdə. Yıxırlar, eləyər orası, burası əzilər. Yatıram. Anamla qardaşımın ayağını başa düşdüm. Bu uşağın ayağı nə gəzir da burada? Nə gəzir da? Bak! Ay bacı, mən nə gəzirəm sizin evdə? Eşsən mən gedirəm öz evimə. Səhərə 10.000 tapırsınız da. Baya düşdük. Bacın gülü güldanda görür. Gülü güldanda görür? Deyirəm vəfadar. Gülü güldanda gör. Gülü güldanda görür. Gülü güldanda görür. Güldan. Cibo bombes.
Ayğur, al bu 100 manatı, inan bax cırmaq yığmışam ha. Elə bir işə qoy ki bu pulu dolanışıq olsun da dolana bilər. Narahat olma, fikirləşməyim, cücallıq kənddən onu böyüdürük toyuq kimi. Elə kənddə də satırıq, narahat olma. Əla yumurtasından da balamıza verərik yeyər. Salam əleykum. Salam. Aleykümselam, aleykümselam. Ona da elə güzəldir. Ana heç nə? Heç nə yoxdur. Ayğır kişi, nə edirsiniz? Elə tutu quşudur, tutu quşu. Satmağa gedirik, aparırıq satmağa. Siz alanda özünüz vaxtımızı da almayın, çox xahiş edirik. Niyə almıram ki? Niyə almıram ki? Bilməm. Onsuz da uğrumla biz gedirdik cücə almağa. Ayğur, deyirəm, nə fərqi var ki? Bu da quşdu, o da quşdu. Onun da qanadı var, bunun da qanadı. Hə də. Hə, fərqi odur ki, bunun həm qanadı var, həm də istedadı var. Hə, bu səhərlər xoruz kimi banlayır, hamını oyadır, axşamlar da iç kimi hürür, həyətə girəni qorxuzur. Ayğur, deyirik. Nəsə maraqlı gəldi. Başqa nə istedadı var? Başqa odur ki, deməli bunu qoy 2 ay hazırlığa qoy, kompüterdən hazırlığa qoy. Proqramist olsun sənin üçün. Vəsə. Bu xoruz kimi banlamaqdır, it kimi hürməkdir. Onunla hələlik başa-baş getdik. Amma bu kompüter söhbəti də məni üstələdi. Görsən? Ayğur, deyirəm bəlkə elə tutu quşu alaq. 100 manatım var. Satın mənə getsin. Sən də elə pul ver ki, o 3də yerə bölək də. 100-dən neçədən rəqəm var, görmüsən? 3də. Hadi siz də 3 nəfərsiniz də. Çox xeyirli olsun. Görmə. Deməli, indi bunu belə bölək də. Sıfırın biri sənin, o birisi sıfır sənin, bir də mənim. Başıma Allah düzə, mənə bir cəmaat qaldı. Eş. Ver. Güzgün işdə. Ha, belə öyrənirəm. Yeganə, gəl bura, yeganə. Gəl bura. Hə. Yeganə nə də? Gec işlədin, yoruldun. Hadi yaxşı bağışda geç, qulaq. Dayımın yaddaşı gedib, özünü tanımır. Onu bilirəm də. Elə yox, bu dəfə konkret tanımır, heç kimi tanımır. Nə səni, nə məni, nə evdəkiləri tanımır heç. Hə, dedim evdə darıxmasın da işin başın üstə olsun, gətirdim işə. Göz qulaq ola bilərsən ona. Qulaq, heç kimi, heç səni tanımır. Yox, heç nə, bilmir, nə əşya, nə adam, heç kimi tanımır. Mən gedirəm, ona göz qulaq ola bilərsən. Bənlik, get çağır, bənlik. Burada. Balaca, gəl, narahatımı, gəl. Qardaşımdır, qardaşım. Dur burada. Sən yeşinə məşğul. Sən get, sən qaqa. Hə, gəl. Amma darıxamaq, getmə də. Yeşinə məşğul. Kimsən sən? Burada görürüm. Niyə işin üstündə döysən, ha? Kimsiz? Mən sənin müdürün burada dur, ha. Mən sənin müdürünəm, birinci özün armağan apar. Sən haradasan, niyə işin üstündə döysən, ha? Sən deməmişəm işin üstündə dur. Bax istəyirəm, daha olmaz. Başam üstüm, ha? Ay qaqa! Dur. Başa düşdüm nədir? Mənə cavab qaytarsan sən. Yox, indən sonra keçməyəcəm. Saqqalından tutamıram da saqqalını. Qulaq as. Axırıncı dəfə olsun. İşə gecikirsən, bu sənin forman mənim üstümdə nə gəzir bu? Bilmirəm mən. Al, bu sənin forman keyin. Bu öz razməni düşər. Bu da sənin taxtan. Gedirsən, işin üstündə dayanırsan, möhkəm olsun. Eşitdin? Gənə deyil, başla. Mən söz deyimsə, mənə cavab qaytarsan. Mən nə deyim? Demə. Belə sakitdə dur, gel işinə məşğul ol. Gəl işinə məşğul ol. Dur. Hey! Hey! Ötər deyil də bu mənə. Hey! Ha, belə deyil. Tam yaddaş gedir. İndi mən nə var? Mənim canım gözüm, gözəl göyçək, əzizim, bacı əvəzi baldızım Vəfa. Qardaşın sizə gəlməyib? Sən ərin mənim qardaşım? Hə. Xeyr, gəlməyib, görməmişəm. Nə olub? Çıxıb gedib qardaşım, yaxşı idi. Gedər də, sənin kimi arvadın yanında mən qadın olaraq heç bir 10 dəqiqə dayanmaram. Didərgin saldın mı qardaşımı, sizi didərgin düşəsiz elə. Ailəlikcə, nəsillikcə, hə. Vəfa, elə bil ki, ürəyimi boşaltmağa yer axtarırdın. Qardaşın dünən axşamına evə gəlib çıxmayıb. Biz də bugün Sevgin anası gilə qonaq gedəcərik. Yoxa çıxıb qardaşın. İndi bildin niyə görə deyirəm? Bildim, hə, nə olsun? Mən bildim, sən bili. Az mən bildiklərimi mən bilirəm, o mənə qalsın. Sən bil ki, sən bir, mənim, o qardaşımı yola verməməyin sənə baha başa gələcək, duyğu bil. Sən mənim qardaşımı evindən, eşindən eləyirsən.
Bildiğin ne var? Az qadın olan bəndə oturar. Ərinin yanında deyil, mənimki Fazil qıçını sındırır, oturur. Bir dənə mıqq eləyə bilmir. Az, çay istəyəndə belə icazə alır. Deyir, Vəfa, olar çay kim? Mən də fikirləşirəm, olar ya yox. Bax, kişi belə olar. Yoxsa sizin kimi nə xoş üz göstərdin ki qardaşıma, nə xoş üz göstərdin. Az, arvad olan bəndə... Ha, belə. Yaxşı oldu. Yaxşı oldu. Bax, belə çölüb çıxıb gedərsən. Puh, sənə. Puh. Ay Vəfa. Ay Vəfa, yorulmayasan. Gör nə deyirəm, ərimi görməyibsən. Nə Roz? Ərdana, bildiyimiz ər. Səndə də var. Ha, o paltarlarını tülürük, çorabını geyindiririk. Ərdana. Başa düşdüm də qardaşımı deyirsən. Hə. Nə oldu? Elə axtarırsan ki, elə bir ki, bir iynədir. Düşüb, itib, onu gəlmirsən, burada mənim yanımda axtarsan. Ər, iki hərf, amma onun gücü, qüdrəti, qüvvəsi bir başqadır. Ər qədri bilənlər olub mənim üçün. İtirdin, hə? İtirdim dəndə ki, mənə dedi, gedirəm bacım gilə 10 mini götürüm, çıxaq gedək anamın ad gününə. 10 min? Hədən 10 min. Sadiq dedi? Hə, Sadiq dedi. Hə. Görürsənmi? 10 min. Görmüşəm. Gəldi. 10 mini də götürdü. Getdi. Harya? Görüşmənə deyir, görüşmənə deyir. Saat Demir deməsin, önə işinə gəlsin. Amma mən bircə şey bilirəm ki, belə dur. Pul çıxaran, pul çıxaran, əllərin qırılsın, pul çıxaran. Mənim o Sadəlöv qardaşımı da yoldan çıxardı. Sadəlöv qardaşımı pul çıxaran. Ay Sadiq, hardasan? Buna bax. Hey! Sadiq! Sən də gəlsən ha orada. Bəli. Bəli, elə siz axtarın. Gəl bura, gəl bura. Bəli. Mən sənə iş tapşırmamışam, sən Bəli, orada olmasın. şurada dururdum. Bəs burada nə gəzirsən? Mən elə siz axtardım, bir şey vardı, onu dedim. Nə ilə bağlı? Təşəkkür edirəm ki, mənə belə gözəl iş vermişsiniz. Gələn gedən maşınları çox eləmişəm. Sağ olun. Hər şey əla. Elə orada duranda birdən gördüm bir maşın. Maşın, mən uğramadım da, elə. Belə çöndüm. Lan, qapını açdı Hidayət müəllim. Olur. Maşın da buradan dəydi. Ha, bir də rəaldim ki, burada nə yazır, hə? Hə, da mən orada nə yazıram belə bu geyimdə satda, mən dayanacaqda gələn gedən maşda, hə? Elə ürəyimdə birdən yadıma düşdü ki, Yeqiş məni gətirib bura qoyub. Yeqiş müəllim. Hə, müəllimi görəcəksən. Hə, ürəyimdə o qədər təşəkkür edirəm, gəlim sənin ətəyindən tutum, belə təşəkkür eləyim falan. Sən şəxsiyyətdə oğlansan, sən falan. Sən başın qalıb, amma hörmətli izzətdə oğlanam. Gələn maşın, gedən maşın. Yerimi qətiyə görə də yalvarmadığım adam qalmayıb ya. Ben avtobusun dalına qaçmışam ki, görmə ondan nə alıram maşına. Yaddaş gəlir deyil. Ay, yaddaş gəlir, tut bunu. Ona səni ölsəcəm. Alay, Vəfadar ara getdi, hala, Vəfadar ara getdi. Bilməm. Vəfadar! Ay Duyğu bacı, yorulmayasan. Bıy, Sevgi bacı, sən mamavın ad günündə burada nə işin var? Şeydir, bizim kişini görməyibsən, bu tərəflərə gəlib eləməyib. Sən kişinin biz tərəfdə nə işi var? Yəni, dedim dana. Deyəsən elə sən də mənim günümdəsən. Dünən gecədən bizimki də yoxa çıxıb, yoxa qalmış. Amma narahat olma, hərlənib fırlanıb öz evlərinə gələcəklər. Oy, bax belə dedin ki, sözün narahatam. Onlar indi 100% qoşalaşıblar. Özdə bizimkinin də cibində 10 manat pul var idi. İndi onu səhərdən axşama dağıdıblar. Nəyi dağıdıblar? Ailəmizi? Az yox, ailəmizi nədir? Pulu deyirəm də, paşkanın ağzını açıb dağıdıblar. İndi səhərdən axşama kimi restoranda pulu darmadağın eləyiblər. Söz və qüvvət, indi təsəvvür elə, qızlar da görüb ki, uzaqdan 2 dənə yaraşıqlı kişi oturub orada, gəlib oturublar yanlarında. Bir sən nədir onlar? İndi o qızlarla da oturublar, yiyiblər, içiblər, sonra haraya gediblər, onu təsəvvür eləmək istəmirəm, dünyam qaralıyım. Ay Sevgi, qoy gəlsin, onun dünyasını qaraldacağım, heç narahat olma. Ay Allah, bu neydi, başıma gəldi, mamın da ad günü günüsü, millət də biz orada gözləyir. Diyan, neysə, mamamın ad günü asirəmi korlanma, ömrü uzun olsun. Bizim kişilə demişik, güya biz də gedəcəyik ad gününə, yığışıb 4 nəfər bir yerdə gələcəkdik. Hanı? Yoxdur, yoxa qalmış. Gəlib çıxacaqlar. Mənə bax, sənin ərin maşın sürə bilir? Hə, nə olub ki? Hə, heç nə, mən onda bizimkinin əllərini rahat qıra bilərəm. Salamat qal. Ufası
Sadiq. Boşanacağım belə qalmayacağam ha. Mən səndən boşanacağım. Tutuquşu demişsən. Məndən pis adam yoxdur. Boşanmasam. Düz deyirsən. Tutuquşu da düz deyir. Səndən pis adam yoxdur. Bildin? Bilsən nə var? Görmə bilmirəm, bax bu tutuquşu deyir ki, sən hər gün girirsən TikToka, gic-gic videolara baxırsan, hələ bir ürək də qoyarsan onlara. Tutuquşu demişsən, xulasa. Elə bilsən xəbərim yoxdur. Bir həftədə evi yığışdırmısan? Kimə? Mən? Kim dedi onu? Tutuquş. Nə olsun? Elə bilsən mən bilmirəm. O həmən bu tutuquşu mənə dedi ki, sən məni hər gecə yuxuya verirsən, özün gedirsən, girirsən hamama, xəlvəşi kimləsə mırt vurursan telefonda. Tutuquşu ant vermiş ki, heç kimə demə. Amma bunu deyəcəm. Elə bilirsən xəbərim yoxdur ki, sən mənim pensiya kartımla bazarlıq eləyirsən? Kimə? Anana! Səhətiniz olsun, kişinin yanında baş kəsəlləri. Nə olsun? Mənə da tutuquşu dedi ki, düz deyil. Bu ailənin axırı yoxdur. Yoxdur bu ailənin axırı. Dağıdacam bu ailəni. Gedib boşanacam. Spilkan verən sarmış, sən mənim kimi bacının qədrini heç bilməyəcəksən. Bir dənə yox, 2 dənə. Ay bacım, sus dana nə qədər danışırsan. Ay bala, bu qədər danışan. Get pulumu gətir, mən çıxıb gedim də. Ay başına dönür. Əsas, Sadiq, pul deyil. Həyatda əsas olan şeylər, məsələ biri ailə. Bax, bacın qurban, diqqətlə bacıya bax. Bu bir nəfər, bu bir nəfər. 2 nəfərin izdivacı, ümumilikdə bir... Mən nağıl danışma, mən də 3 nəfərin izdivacıdır. Baya düşsən qadığam, mənəm 2 dənə var. Sən mənim pulumu ver, aparım pulu yollayım, özüm getməyim də. Amma pul olmazsa mən məcburam qaynanamın adı gününə gedim. Duyğu ilə sevgini də aparım. Normal yakalayıb. Bax, gör mən sənə nə deyirəm. Pul. İndi sən bacı ilə pul söhbət edirsən. Bəli. Şəxsən səndən pul söhbət edirəm. Pulu ver. Ala. Pulu ver. Sən bütün yaxşılıqları unudan qardaşsan. Nə harbisən, qaçsan mı? Yadına salın, bir xatırla. Arvadınla bu evə girəndə sağ girməyəydi. 2 dənə mən qoyun kəsdim onların ayağının altında. Qoyun kəsdim. Ha, yadımdadır. Qoyunun biri, qoyun. Sürünün pulunu aldın məndən. Ferma saxlayırdınız, sonra burada başına dönüm, ay bacı pulunu aldın lan. Aşma. Deməli, heç bir yaşlılığım getmədi, eləmi? Heç bir, hə? Nə vermişsən da? Mənim 6 sevimli boşqabım var idi. 5 il əlimin ayağının altında sında töküldüm bir anda. Amma bir dənəsini göz bəbəyim kimi qoruyurdum. Attım duyğunun qırılmış qışlarının altına. Sındırıb keçmədi mi? Diqqət oldu. Bəs mən qıyıram öz malıma. Ay bak elə deyirsən, 4 dənə yerdə skoçlu idi o boşqab. Səhərə kimi skoç qopartmışam. Başım qarşı skoç. Nəysə hektar başım. Nəysə deyil, yox. Hələ unutmuşam, yadında. Gətirdim, kəlağayla bağladım arvadımın başını, örtdüm o kəlağayla. Bütün kənd indiyə kimi danışır, hamının ağzı açıq qalmışdı. Ay bacı, kəlağayı dediyin parçayla atam öləndə çənəsini bağlamışsın. Bütün kənddə görmüşdü. Sonra onu kəlağayı adınla Duyğunun başına bağladı, kət dedi, bu nə vəş hala da. Gecə mən otağa girəndə Duyğu dedi ki, girmə, atan otaqdadır, yaxşıdır. Ara oynayacaq. Belə şey yoxdur, xaç yerə pulumu gətir. Pulunu, hə? Bax, şimdi vəfadarı səsləyərəm, gətirər. Dənən yatsın. Vəfadar! Ay vəfadar! Gələ danda görəm, gələ danda görəm. Ay vəfadar harda görüm, gələ danda görüm. Laqadan tez. Sənə tərbiyə verərik. Məni yersiz görürsən. Ay, gəlin gəlsin. Gəlsin görür, ona mən sözlərimi deyim. Mənim yem sən Bir dəqiqə deyənim, bütün kənd səsizdə eşitdi, olmadı ki bu. Qoy birinci evin kişisi danışsın. Danışsın. Danışıram. Bax, mən bezmişəm, Fazil qardaşım. Mən bu tutuquşu
Bu yalan deməyəcək. Bu mənə yalan deməyəcək. Deyir ki, Qızılgül, sən gecə başını yastığa qoyan kimi Uğur çəkilir kənara. Açır o TikToku, haqqa verir. Sabaha qədər onunla bununla danışır, onunla bununla yazışır. TikTokda onunla bununla danışır, onunla bununla yazışır. Sən də tutuquşu olmadın amma. Mən bilirdim. Mən bilirdim bu vaxt xəyrət eləyir. Mən ölən görmə bilmirəm. Bilirdim ki, xəyrət. Kişiyə yaraşmaz. Amma mən deyəcəm. Quşu mənə deyir ki, bu evin işindən məşğul deyil. Bütün günü onun bunun qapısını pusur. Hə, oğul, tutuquşudan qabaq onu bütün kənd deyir. Nəysə, yekun nə qərara gəldiniz? Düşündük, üçümüz qərar verdik. Bəli. Sən canım, məni qatmayın, ailə sizin ailədir. Səni qatmırıq. Üçümüz deyəndə, yəni mən, Uğur, bir də tutuquşular. Qərara gəldi ki, ayrılaq. Vəssalam, ortaq məxrəcimiz də budur. Mən deyirəm ki, yenə bu yaşda ailə dağıtmaq olmaz. Qərar sizin. Fazil qardaş özü arvaddan qorxur. Məsləhət almayın. Bu nə deyir, ha? Yəqin kimsə kətdə, kəsəkdə danışır. Bunlar da işte, quşdan quşdu. Quş beyin quş dadı quş. Bura bax, bir sən nə var? Bizə kömək elə, biz bu ailəni dağıdaq. Hə, dağıdırsan mı? Mən dünəndən dağıdıram. Bizə kömək elə, bir yol göstər. Özünüz bilin, mən bu məsələni həll eləyərəm. Elə xoşbəxtəm səndən. Nə yaxşı varımsan. Çox sevinirəm ki, sənin kimi həyat yoldaşım var. Səninlə də çox xoşbəxtəm. Yaxşı ki, həyat yoldaşım var. Elə sevinirəm, Bu nə danışır? Sən səsə danışırsan ki, həyat yoldaşın nədir? Demir yaşlıdan elə ki, tərəfli düşmüsünüz qardaşımın üstünə, görmürsünüz? Qardaşımın yaddaşı idi, sakit durma. Ana, sən niyə bana qardaşım desin? Gözlə şeir deyil. Qardaşım da, böyük qardaşım da. Ot, narahat olma. Ay qızlar, başı gedib edayım. Oy, qardaşım başı, ana deyir bacısına. Ay Allah, bu neydi anamın ad günü başdan gəldi, başda itirdi. Tərəfə gör sənə nə deyirəm. Eşit gör, deyirəm ağlı başında deyil. Sən ged otur evdə, mən onu belə hamarlayıb sən yanına göndərəcəm. Saat göndər, ay bax onu. Mənim Oy, başıma gələnə bax, ay Sadiq. Bunlar hara getdi? Daim dedi, sən mənim böyüyümsən. Mən durum, sən otur, dedim, çox sağ ol hörmətinə görə. Burada. Sənin ağzını spilhal yaşa. Mən deyirəm, daim hara getdi, səni neynirəm? Hə, daim özü, duyğu apardı onu. Bu yanına. Nə oldu? Nətər yerdə duyğu apardı? Niyə imkan verdin duyğu aparsın onu? İndi dur qoyunu ayıldacaq, soruşacaq 10 min gələcək üstümə. Nə hardın sən? Parçaçıq olasan, 10 min bəlaya gələsən. Oldu müəllim, çox sağ olun, çox sağ olun. Elə də deyərəm. Vəkillə danışdım, dedi ki, bu boşanmaq söhbəti 2 vur 2-dir. Amma gəlməmişdən 1 saat qabaq xəbər eləsin. Belə tez? Bura bax. Haycan. Fazıl, sən 2 diplomla bir dənə biznes qura bilmədin, amma 2 dəqiqənin içində bir ailəni dağıtdın. Halal. Hə. Özdə ay Uğur. Elə savadlı dağıtdı ki bu ailəni. Adamlar belə həvəs deyir. Deyirsən bir də boşanın, bir də ailə qurun. Bir də boşanın, bir də ailə qurun. Çox sağ olun, xoş sözlərə görə mənim üçün çox böyük şərəfdir ki, sizin ailənin dağılmağında mənim də əziyyətim oldu. Amma vəkil soruşdu ki, soruş gör onlar niyə boşanırlar? Deyib? Deyib o. Mənim heç bir ayıb işim yoxdur. Matana görə. Nə matan? Samir Pirivi oxumur mu Matanı mahnısı? Ha. Uğur düz ona 123 dəfə baxıb. 123 dəfə gözümlə gördüm. Ay Qızılgül bacı mahnıdır da qulaq asanda nə olar ki? Eşitmir, deyirəm ki, qulaq asmıyor, qulaq assa nə var ki? Baxıb. Nigar Camal Samir Pirivin mahnısını nətər oynayır. Matanı, dərdlərimə dərd qatanı. Baxdana, mənim Nigar Camal'ın nəyimə şeydi. Baxdana, mən də oynayıram bana. O ayrı zor oynayır, sən kimi oynamır. Ay Qızılgül bacı, mən o videoya bir dənə komment yazmışam, 1500 nəfər like eləyib. Nə komment? O yazmışam ki, videoya 3 saniyə baxandan sonra adamın başına tava dəyir. Komment dağıdır. Sən də dağıldın. Tutuquşun yanında elə söz deyərlər, geografiyaya çatdıracaq. Yazdı, diktafona yazdı. Bunu deyin də bəs. Nə deyir ya? Bu yaşda ailə dağıtmazlar. Sizin ailəni bax elə bu tutuquşular dağıdır. Ona görə onu təcili satın. Cücə qiymətinə də olsa satın getsin. Həqqi deyirik, ay Uğur.
Ay Uğur. Mən bu neçə ildir bir dəfə olsun səndən inciməmişdim. Mən elə olaram. Tutuquş ya lənət. Getdik. Sənin başını bunu kimə sata bilərik ay Uğur? Ay elə kimdən almışıq ona satacağıq. Eləmi? Bax həyatım, burada göndəci cavanıq. Yadıma düşür? Bizi bu. Hə, bizik də. Nəsə yadıma düşür elə tam qavraya bilmirəm. Toy günümüzdür. Bax, diqqətlə bax da yadıma düşəcək. Toy. Ha, şadlıq sarayı. Hə. 2 mərtəbənin ikisində toy. 2 dənə gəlinlik donunda gəlin gəldi elə bir göysək bir xanımlar girdi səni. Nə ki gəlinlik? Hə. Hə, sən o bibim qızın deyirsən, o ifritə bibim qızını. Mənim acığıma gedib ağ don geymiş də sənin canın yanmasın. Dumanlı gəlir. Mənə bax, uşağımıza bax, uşağımız yadıma düşür. Uşağımız? Bax. Bir oğlan bir qız. Düz deyə sən əkiz istəmişdin, amma olmadı da, qismət deyilmiş. Sən saçın əvvəllər sarı idi, sonra qaraldı. Nə sarı? Yaxşı, yaxşı. Mənəm də Duyğu, qara kişmişim. Qara kişmiş? Sən qara kişmişsən. Onda o da 10.000 manat gəldi. 10.000 manat. Nə 10.000 manat, hə? Nə 10.000 manat? Gəl keç bu tərəfə görüm, hə? Sən, nəsə yadıma gəlir mənim? Nə oldu? Bir dəqiqə deyən görüm. Mənim qardaşımı belə başını poğlayıb, yenə də öz bildiyi verirsə, bilirsən nə var? Mənim qardaşımla işin olmasın. Sənin o dırdırlarındır ki, onu bu vəziyyətə gətirdi. Başa düşmədim, mən nə elədim ki indi? Nətər ya, nasıl elədin? Sən bilirsən nə ifritəsə, sən ona baxa bilmirsən. Mən elə özüm gedib ona baxacam. Hə? 7 ildir sən baxmısan da, mən baxmamışam ki. Sən vermirsən yeməyini, sən ütüləmsən paltarını. Az bir dəqiqə dayan. Bax, paltar yuyan özü yuyur. Ütüləyən də elə özü ütüləyib parla. Az sən nə eləmişsən bu 7 ildə? Çox şey eləmişəm. 7 ildə. Sən qardaşımın sevdiyi bir 7 xoraya bişirib qabağına qoymusan mı? Az mədəsi xarab oldu. Mədəsi yara tutdu. Ağzından çıxsın o yara. Bütün restoranlarda yeməkdən, içməkdən bizə də gələndə yer için elə bir restoranda da yazıq qardaşım çıxardı şok. Sən də pulu götürmürsən ki, həmin dəqiqə belə götürüb qoyursan cibivə də. Sən nə bilirsən, yanımızdasa, sən yanımızda dəfn elə. Ay atamın deyirəm, bircə gün gəlib keçsəydi, hər şey belə əvvəlki qaydasında gedərdi. Mənim əslində çox gözəl bir təklifim var. Nə maman qurban? Onsuz da dayımın yaddaşı gedir də. Nə? Gedək banka bunun adına kredit götürək. 10.050 manat. 50 manat nədir? O mənim çarçukumdur da, əlavə elə belə. Sən deyən başın gedib ha. Danışığına bax, bunun geyiminə, bu nə maykada? Mişqa 52. Sən 2. Atam özünü almışdı, olmadı, verdim hə. Dayısı haqda deyə bax. Mənim qardaşım deyə, hansı ki sən Türkiyədə olanda 20 qəpikdən tutmuş da 40 qəpiyə kimi pulları səfəliyir deyə 2-ci kursda qaldın. Ağzımı açdırma mənim. Sən nə fikirləşirsən? Vəfa, mən fikirləşirəm ki, gəl vəfadarın maşını sataq, borcu qaytaraq. Mənim maşınım yoxdur. Sənin başın lap gedib ha. Hara satırsan? Sən maşın almışsan bu uşağa. Nə eləyəcək? Nə sürüm mən? Danışdı. Yox. O elə bir ki, qardaşımı bank görüblər. Elə o tartışdırır, bu tartışdırır. O eləyir, bu eləyir. Belə olmur. Mən də bilirəm ki, mənim anamın ürəyi yumşaqdır, ona dözə bilməz. Mama, onda ən yaxşısı, sən özün bir dənə təklif irəli sür. Gözəl bir ideya. Əslində başımda bir ideya var ya, amma bilmirəm nə qədər keçərli olacaq ya yox. Deyirəm ki, bu qırılmış sevginin anasının ad günü deyil, axır ad günləri olsun. Bizimkilər yığışıb ora getsə, elə içəri girən kimi salamın əvəzinə deyəcək ki, 10.000-i ver. Anı 10.000, düzdürmü? Mən belə fikirləşirəm ki, biz getməyək, yəni onlar getməsin də, arvadın özünü bura gətirsinlər. O içəri daxil olan kimi görsək ki, Sadiqin, sağ ol, ikinci arvadı var, hər bir ana niyə? Saçını başını yolar, bu bir. Görəcək, yox, burada başqa məsələlər var, vay şüvən salacaq bu 2. Hələ 3'ü demirəm. 3 o olacaq ki,
Sevgini götürüb aparacaq. Yox, qardaşımın evi eşiği dağılar. Yox, qardaşım dözməz buna. Başqa heç dözməz. Bu alınması bir şeydir. Bu əla fikirdir. Mən hətta deyərdim ki, bu fikirlə 100.000 borcu da silmək olar. Elə? Eşidin gör... Dana, nədə fırlayırsan böy? Eşidin görün nə deyirəm. Mən belə fikirləşdim ki, Sadiqin belə vəziyyətində uzaq yola çıxmağa heç lüzum görmürəm. Yəni, qalsın dana, qalsın hər şey öz qaydasında. Yenə də siz fikirləşin, sizin məsləhətiniz. Yox, nə deyim ay Vəfa, məncə də sən düz deyirsən. Say Sevgi bacı üzürlü hesab elədi, biz gələ bilməyəcəyik. Anovu təbrik edərsən bizim adımızdan. Ay Duyğu bacı, üzürü düşmənin olsun. Da nə varaq, vəziyyət belədirsə, heç nəsə Sadiq sağalsın, sonra bir çarə taparıq. Sadiq, sən nə fikirləşirsən? Mən nə fikir? Əsas anam, sən nə deyirsən o olsun. Anama şeir yazmışam. Ana, atan ana. Aşağı yekə oğlansan bu. Fazil, evimin dirəyi, evimin yaraşığı. Sən bir yaraşığa bax. Sən nə fikirləşirsən? Hə. Əsərdə deyilir ki, yalançının evi yananda ona görə inanmadılar ki, yalancının iki evi, iki arvadı var idi. Həlli cavab demişəm. Oğlum, sənə demişəm, böyük kitablar oxumada əlifbanı oxu, riyaziyyat oxu, səni... Oxumur, ay bacım. Ana! Qardaşım Vəfadar niyə belə sevinir? Nə olub? Vəfadar olması qurban sizə sürpriz hazırlayıbdan ha. Xəbəriniz yoxdur qızlar. Nə sürpriz? Dedim day biz uzağa gedəmirik, gedib çıxamırıq o Qazağa. Qazaqdan Sevgi ananı birbaşa gətirdik bura ki, elə sən də görəsən. Ay Vəfa, oğlum sağ olsun, babam gəlibdir. Nə yaxşı sürpriz elədin. Sevginin anasını gətirdim. Anamsan, bir dəncə söhbətliyə bacımsan. Nə? Səni sürüyəcəm, qaydım səni sürüyəcəm. Gəl bəri. Bəri gəl. Sadiq. Buraya gel, bir dənə buraya gel. Yox, gülmə, buraya gel. Sadiq, anasının son beşiğini... Ay, kimin anasının son beşiği? Buraya gel, görün bu nə sürprizdə hazıram sana, ha bacım? Ağlın özünə gəldi Sadiq. Bəli, ağlım getmişdi. 2 gündür burada şov qururam. Diz oğlanlıq oynayıram ki, yaddaşım gedir ki, deyirəm mən getməyim kəndə, qaynamla üzə gəlməyim. Sən qaynam götürüb buraya gəlmişsən. Nə qarmalıyam, hə? Ha? Nə qarmalıyam, hə? Nə eləməliyəm? 10.000 var, verim. Və sən 10.000 yoxdur, mən niyə 100.000 ziyanı sarsın? Və gəlir, o arvadımı görür, bu arvadımı görür, mənim niyə yuvalarımı dağıtır? Ha, belə baş olar. Sadiq üz gördüm səndə, deməli, bütün günah hamısı məndədir, hə? Hə, bəli. Mən sənə görə qocatdım özümü. Başını qocatdı sənin problemlərin. Kim? Qocatdı. Ay, bacım, mənim yaddaşım bitəndən sən cavanlaşsan, 20 yaş cavanlaşsan, sən nə indi bana olmuşsan? Məni deyirsən, siz olmasanız mənim həyatımda, mən indi podyuma çıxırdım, hə? Bala, sən aktör, ha? Bala, bu nədir? Oğlunu da qızışdırırsan 2 dəqiqədən beri. Gölü güldən də yollar, nətər qorsam, boynumu dalı gözüm qara, o nəli qurusun? Sadiq, ay mənim gözəl oğlum, haradasan? İşte mən qatıram, get onun ad gününü keçirtmeyin, sənlə onu yola sal. Məni soruşsalar, denən nəinki Sadiqin yaddaşı, indi öz detektivdir. Get yola sal! Və nə, deyim ki, o vaxtdan kişi olubdur ki bu. Duyğula batsaldı. Ona da Misir fironlarının hərəm xarasında. Bu Wi-Fi ödüm da, bu borca görə bağlandı yenə. Yarım çıx qaldı. Ay, mümkün nədir? Buna bax, yarım çıx qaldı. bircəcik qardaşımın canına and olsun, bu ölsün. O, şimdi işte. Saçın sarıydı, sonra değişti. Nə sarı? Yaxşı, canım. Yalandan sığaldıyız, orada öz fikirlərini nəyə bildirsən, hə? Yox, sən mənim qardaşımı heç baxa bilmədin. Məncə bu planla 100.000 borcu silmək olur. İçində
rayondan qaynam gətirdim. Bağırmalıydım hə? Hə? Nə bağırmalıydım? Daha əsəbləşməyin daha, başınıza dönərəm. Elə. Kim vurub bundan elədi? Yaxşı da bax oynayırsan. Adam balası kimi deyin görüm kim vurub bunu bundan eləyir. Daha yaxşı da yaxşı əsəbləşməyin, bax o, nə olub? Bax o, nə olub ha? Patronun, Pizonun və Tam Store'un baş sponsorluğu ilə İki Qapı Arasında serialı başa çatdı.